C-Class Mercedes radiator çəninin qapağında yaranan əngəl. Yəni bu qapaqda yaranan əngəl. Termostat vaxtında açır, öz işini görür. Sonra mühərrik soyuducu fan pəri vaxtında açır. Yəni zahirən hər şey normal görünsə də, ancaq maşında həddindən artıq hərarət var. Yəni bu qapağı açanda buradan yüksək təzyiqli hava çıxır. Az çıxsa normaldır, ancaq yüksək təzyiqli hava çıxır. Sonra antifriz su daşır, buradan tökülür. Sonra burada radiator şlanqı var. Radiatora gedən şlanq. O daş kimi olur. Yəni az qalsın ki, partlasın. O şəkildə daş kimi olur. Bu belə olmalıdır, yumuşaq şəkildə olmalıdır. Sonra bu qapağı dəyişirlər. Yenilənir, təzəsi alınır və yaxud köhnəsini də qoyurlar, işə yaramır. Yəni bu problem aradan qalxmır. Məndə də bu əngəl olub. Yəni bunun rezinini çıxartdım. Yəni bağladım üstünə. Əngəl aradan qalxdı. Əgər sizdə də belə bir şey olsa, siz də yoxlaya bilərsiniz bu şəkildə.